Sağ. Axşamınız xeyir Humay müəllim. Günəş müəllim, Qaniyenin nəzəriyyəsi necə adlanır? Öyrənmənin şərtləri nəzəriyyəsi, Bəli, öyrənmənin 9 addımı. bəli. Günəş müəllim, Qaniye Bəli. bulum kimi 3 əsas istiqamət müəyyənləşdirir şagird fəaliyyətində. Bu Bəli. fəaliyyətlər hansılardır? İstiqamətlər. İdraki, bulumun da o Bəli, idraki, ya kognitiv, affektiv də emosional, bir də psixomotor fiziki fəaliyyət. Bu bəli, istiqamətdə. Düzdür. Günəş müəllim, öyrənmənin addımları neçə addımı var? 9 addımı var müəllimə. Hansılardır? Birinci addım. Bəli. Birinci addım elə bir ki, şagirdlərin diqqətini dərsə cəlb etməkdir, yəni motivasiyadır. İkinci addımımız şagirdlərin təlim nəticəsini elan etməkdir. Üçüncü addımımız da əvvəlki təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırmaq. Dördüncü addımda dərsin mövzusunu təqdim eləyirik. Beşincidə öyrənməni təmin edirik. Altıncıda bilik bacarıqların tətbiqini təmin edirik. Yeddinci əks əlaqə qururuq. Səkkizdə təlim nəticələrinin reallaşdırmaq, səhvini müəyyən etmək. Doqquzda isə bu ən üstün alisidir. İnformasiyanı möhkəmləndirmək və bacarığa çevirməkdir. Əhsən, düzdür. Humay müəllim. Bəli. Humay müəllim, birinci addım dedik ki, şagirdlərin diqqətini cəlb etmək. Bunu izah edin. Diqqətini cəlb etmək lazımdır. Yəni burada beyin həmləsi kimi iş üsullarından istifadə etmək olardı. Yəni şagirdin maraq oyatmaq lazımdır, dərsə cəlb etmək lazımdır. Düzdür, mən oxumamışam bunu. Yəni Proaktiv elə bir suallar verirlər. Digər şagirdlərdən xahiş edirik ki, yoldaşıma suallar sual versinlər. Video çarxlardan istifadə edirlər. Yəni şagirdi kiminsə təcrübəsini paylaşırıq burada. Bəli. Salam. Nurlana müəllimə xoş gördük. Günəş müəllim. Axşamınız xeyir olsun müəllimə. Xoş gördük sizləri. Nə tərsiniz? Axşamınız Çox sağ xeyir olsun. Çox sağ olun, var olun. Nurlana müəllimə. Hacı. Robert Qaniyenin nəzəriyyəsi necə adlanır? Müəllimə, Robert Qaniyenin nəzəriyyəsi öyrənmənin 9 addımı. Yəni öyrənmənin şərtləri. O 9 addımı sadala Nurlana müəllimə. Bəli müəllimə, keçən dəfə demişdim ki, bu kişidən mənim zəhləmcidir, amma bu dərsi oxuyandan sonra gördüm, yox, xoşum gəlir. Sevdin, hə? Tövbə sevdim. Hə. Buyur, buyur. Gördüm ki, həqiqətən dərsimizə uyğun gedir. Bəli. Deməli müəllimə, birincisi şagirdləri dərsə cəlb edir. Bu adam nağarır ki, əlbəttə ki, dərsə girəndə, sinifə girəndə müəllim şagirdləri dərsə cəlb edir, bir növ şagirdə qarmağa salır. Bəli. Elə bir ki, dərsə cəlb edəndən sonra müəllim elə bir ki, təlim nəticəsini elan edir. Biz də bilirik ki, təlim nəticəsi alt standartdan çıxarılır da. Bəli. Müəllim deməli, təlimin nəticəsini elan edir. İkincidə elan edir, 8-cidə artıq təlim nəticəsini reallaşdırır. Yəni, təlim nəticəsi 2 yerdə var. Yəni, mən belə açar söz kimi belə şeydə yadda saxlamışam. Deməli, təlim nəticəsini elan edəndən sonra müəllim nə verir? Əvvəlki biliklərdən indiki keçdiyi biliyi bir-birindən fərqləndirir, stimullaşdırır. Yəni, əlaqə yaradır fənlər arasında. Sonra müəllimə, bu 3 dənə şeyi bitirəndən sonra 4-cü metoda keçəndə artıq 4-cü addımda bu qrup başlayır, artıq yeni mövzunu təqdim edir. Bəli. Dərsin yeni başladığı mövzunu təqdim edir. Sonra başlayır öyrənməni şagirdlərə təmin edir. Yəni söhbət nədən gedir? Məsələn, hər hansı bir mövzudan deyək, nə vaxt yaranıbdır, harda yaranıbdır, rəqib kim çıxıb, yəni nə? Yəni öyrənməni artıq təmin edir informasiyalardan. Sonra başlayır bilik və bacarıqların tətbiqini. Şagird nə öyrənib, necə öyrənib, harda məlumat toplayıbdır, yəni başlayır bunu təmin edir. Sonra başlayır müəllimə, orada əks əlaqə yaradır. Şagirdlər arasında əks əlaqə yaradır. Ondan sonra əks əlaqə yaradanın, bəli, qiymətləndirir. Yəni
yoldaş qiymətləndirmədir, özünü qiymətləndirmə və hamısının bir-biri ilə. Ondan sonra başlayır təlim nəticəsini reallaşdırmağa. Dedim axı ki, ikinci addımda elan edirsə, artıq reallaşdırır. 8-cidən müəyyənləşdirir ki, artıq həqiqətən də təlim nəticəsimiz nədir? Axırda da bütün keçdiyi bilikləri, bacarıqları möhkəmləndirir. Əhsən. Nurlana müəllimə. Tanışdım. Əhsən, əhsən. Çox sağ olun. Günəş müəllim. Nurlana müəllimə lap tarix yazdı. Bəli, əhsən. Nurlana, belə Günəş müəllim. Bəli, müəllimə. Mən şiirlə sevmişəm ki, Aha. dərsə girmişəm. Bilinir Nurlana müəllimə. Sevmisən, gözəl öyrənmisən. Çox sağ olun. Çox sağ olun. Günəş müəllim. Bəli, Buyurun, müəllimə, siz buyurun. izah eləyin mərhələləri. Nurlana müəllimə elə tarix yazdı ki, vallahi nətər deyərlər o Böyük Vətən müharibəsində o dəmir yumruq elə bir ona bənzədi vallahi. Hə. Birinci elə bir ki, dərsə müəllim cəlb eləyir uşaqları, motivasiya. Burada elə bir ki, maraqlı hər hansısa sual, cavab, yoldaşları bir-birinə xahiş edir ki, sual versinlər. Burada motivasiya yaradır, şagirdi cəlb edir, qarmağa keçirdir də, yəni dərsi maraqlı edir. İkincidə təlimin nəticəsini elan edir ki, yəni mövzumuz nə olacaq, nə öyrənəcəyik, nəyi bildiniz, nəyi bilirsiniz. Yəni belə dərs təlim nəticəsini elan edir. Üçüncü addımımızda isə keçən dəfə keçdiyimiz dərslərlə bugünkü keçdiyimiz dərslər arasında sual-cavab edir. Keçən mövzularda bugün əlaqə qurur. Dördüncüdə dərsin mövzusunu təqdim edir. Burada dərsin mövzusunu müəllim təqdim. Beşinci, öyrənməni təmin etmək. Burada isə müəllim qeydlər verir uşaqlara. Məsələn, açar sözlərdən, baş hərflərdən istifadə edir də. İnteqrasiya yaradır burada. Açar sözlər verir. Uşaqların diqqətini toplamaq istəyir. Beşincidə, altıncı addımda isə burada necə deyərlər? Məsəl üçün, məktəbin həyətində çalışmaq, laboratoriya işləri falan, belə işlər, canlı dərslər olur da. Burada resurslardan istifadə edir, bilik bacarıqlarını tətbiq etmək. Əks əlaqə qurmaq, burada qiymətləndirmə aparır, yoldaş qiymətləndirir, şagirdlərin bir-birini qiymətləndirir, vaxtı necə bölüşdürürlər, vaxtında rəy vermək, yəni bu haqda məlumat gedir. 8-cidə təlim nəticəsinin reallaşdırma səviyyəsini müəyyənləşdirmək. Burada isə şagirdlər nə öyrəndilər? Bəli. Yəni keçdiklərimizlə üst-üstə düşürmü? Yəni müqayisə aparırlar da burada. Özlərini yoxlayırlar. 9-cu addım bu ən ali mərhələsidir, ən üstün mərhələdir. İnformasiyanın möhkəmləndirilməsi, bacarığa sevilmə. Artıq burada uşaqlar öyrəndiklərini həyata keçirirlər də. Məsələn, burada evdə esse yazırlar, layihə hazırlayırlar. Yəni ümumiləşdirmələr aparırlar da bu mərhələdə. Yaradıcılıq işləri görürlər bir sözlə. Köməksiz, yardımsız. Əhsən Günəş müəllim. Günəş müəllim, elə bax göz dəyməsin, bax qəşəng öyrənmisiniz. Siz də sevmisiniz. Sayənizdə müəlliməm. Bəli. Humay müəllim. Bəli, müəllimə. Humay müəllim, biz hansı addımda dedik ki, özünü qiymətləndirmək, qarşılıqlı qiymətləndirməni təmin etmək lazımdır. Yoldaş, yəni ki, bir-birini necə müəllimə bir də deyin. Hansı addımda özünü qiymətləndirmə, həm də qarşılıqlı qiymətləndirmədən istifadə olunur? Bu 7-ci addım idi. 7-ci addımda əks əlaqəni veririk, düzdür? Burada müəllim əks əlaqəni verir. Müəllimin əks əlaqəsidir ki, onu irəliyə aparan konstruktiv rəy verir. Amma özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirmə hardadır? Nurlana müəllimə, buyurun siz kömək edin.
Bəli, Öyrənməni 8-ci. təmin etmək. Bəli, təlim nəticələrini Öyrənmənin reallaşdırmaq, 8-ci addımı səviyyəsini müəllim. müəyyənləşdirmək. Düzdür. Artıq müəllimə şagird öz bildiyini reallaşdırır da, yəni Bəli. təlim nəticəsini reallaşdırır 8-ci növbədə. Bəli. Nurlana müəllimə, hansı mərhələdə rollu oyunlar, simulyasiya, işin icra olunmasını təmin etmək? Bəli müəllimə. Bu 6-cı şeydədir. Yəni etapdadır. Burada da bilinir rollu oyunlardır. Sonra laboratoriya işidir, təqdimatdır. Bəli, 6-cı mərhələ. düzdür. Günəş müəllim, hansı mərhələdə esse yazmaq, layihə hazırlamaq, ümumiləşdirmə aparmaq tapşırılır? Bəli, bu 9-cu addımda informasiyaların möhkəmləndirilməsi, bacarığa çevrilməsi. Əhsən. Günel müəllim. Günel müəllim dinləyici dedi, yoxsa Aytən müəllim? Nurlana müəllimə. Müəllimə dedim dinləyəcəyəm, dinləyəcəyəm. Aha, buyur. Nurlana müəllimə. Bəli. Nurlana müəllimə, hansı addımda dedik ki, öyrəniləcək informasiyanın aktuallığını, həyatda harada və necə istifadə olunacağı göstərmək lazımdır. Şagirdlərdən təlim nəticələrini anlayıb anlamadıqlarını soruşmaq lazımdır. Şagirdlərdən nə əldə etmək istədikləri ilə maraqlanmaq lazımdır. Bəli müəllimə, ikinci addımda artıq təlim nəticələrini elan edir. Əhsən, düzdür. Günəş müəllim, hansı addımda dedik ki, burada qiymətləndirmə rubriklərindən istifadə o. Bax, özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirmə, bunu dedik 8-ci addımdadır. Bəs hansı addımda qiymətləndirmə rubrikləri ilə təmin etmək lazımdır? Əlavə resurslar təmin etmək lazımdır. Əks əlaqə. Bax, diqqətli olaq, əlavə resurslarla təmin etmək, qiymətləndirmə rubriki ilə təmin etmək, abreviaturalardan istifadə etmək. Öyrənmənin təmin edilməsidir. Bəli, burada, əlavə öyrənmənin təmin edilməsidir. Əhsən. Humay müəllim, hansı mərhələdə dedik ki, əvvəlki mövzuya istinad etmək lazımdır? Əvvəlki mövzu ilə bugünkü mövzunu əlaqələndirmək lazımdır. Bu üçüncü idi. Bəli, Mərhələdə idi. əvvəlki təlimdə qazanılmış bilik bacarıqları stimullaşdırılır. Bir dərslər, yəni ki, bu mövzunu bilmirdim burada. Birinci şagirdlərdə maraq oyadırdı, qarmağa salırdı. Sonra təlim nəticəsini elan edirdi. İkincidə də yəni əvvəlki biliklərindən əlaqələndirirdi. Bir də bayaq dedi Nurlana müəllim, bir də 7-cidə var idi. Elə bir ki, təlim nəticəsini reallaşdırır. 2-də təlim nəticəsini elan edir, 7-də təlim nəticəsini reallaşdırırdı. Belə başa düşdüm. Əks əlaqə qurmaq 7-ci mərhələdədir. 7-ci mərhələdə burada şagirdin nəticələr, burada hansı ki əldə etdiyi nəticələrə əks əlaqə verir müəllim burada. Bəli, 8-də idi, mən qarışdırdım. Bəli, yəni əks əlaqə verir ki, sən burada məsələn sən gördüyü fəaliyyətə nətər deyirlər ki, rəy verir. Vaxtında rəy verir. Baxır, məsələn verdiyi tapşırığı necə yerinə yetiribdir. Tutaq ki, ismin cümlədə rolunu tapşırıbdır. Baxır, görür ki, təyin rolunu düz eləməyibdir. Deyir Leyla, ismin cümlədə rollarının hamısını düz yazmışam. Bir dənə təyin rolunu düzgün göstərməmisən. Diqqətli ol, nümunəyə bax və yenidən onu düzgün göstər. Və burada düzgün istiqamət verir. Rəy buna deyilir ki, vaxtında verir, izləyir şagirdin fəaliyyətini və ona rəy verir. Bu neçənci mərhələ idi müəllim? Bu 7-ci mərhələdə əks əlaqənin qurulması. Hə, əks əlaqə 7-də idi. Bəli. Amma 8-də təlim nəticəsini reallaşdırır burada. Reallaşdırma səviyyəsini müəyyənləşdirir ki, mən hansı səviyyədə artıq əldə eləmişəm. Tutaq ki, mən bu gün Atropatena dövlətini keçdim, düzdür. Şagirdlər bu mərhələdə artıq görüm ki, burada nəyi mənimsəyir? Nəyi mənimsədir? O refleksiya eləyirəm. Mən onu refleksiya aparıram. Sonda bir refleksiya aparıram ki, tam necə mənimsəyiblər.
Nurlana müəllimə. Bəli. Nurlana müəllimə, mənəvi inkişaf nəzəriyyəsi kimin nəzəriyyəsidir? Mənəvi inkişaf Dweck'in müəllimi. Karl Dweck də düşüncə tərzidir. Kohlberg. Bəli, Lawrence Kohlbergin nəzəriyyəsidir. Saadət müəllimə, xoş gördük. Tamam benim akşamınız xeyir. Biraz Hər gece oldu. vaxtınız xeyir olsun. Bu kaotik yok, işgüzar yok. Bu kaotik ses kimden gelir? Kurikulum diliyle danışacağım ben de. Hə, səs var. Saadət müəllim, Bəli, müəllimə. mənəvi inkişaf nəzəriyyəsinə görə neçə səviyyə, neçə mərhələdən ibarətdir? 3 səviyyəsi var. Bəli, Prekonversiyal, konversiyal, bir də postkonversiyal. düz. Hərəsində 2 səviyyəsi var. İtaat cəza, prekonversiyalın, bir də individualizm. Aha. Konversiyal qəbul olunma, səlahiyyət və sosial nizamı qoruma. Postkonversiyal da sosial müqavilə, universal etik prinsiplər. Əhsən, düzdür. Günəş müəllim. Müəllime. Günəş müəllim, hansı mərhələdir ki, bu mərhələdə deyir ki, mən gərək bu işlərə qarışmayam, qoy hamı görsün mən yaxşıyam, mən çox yaxşı şagirdəm. Dalaşırlar, qoy dalaşsınlar. Əhsən, düzdür. Nurlana müəllimə. Bəli, müəllimə. Nurlana müəllimə, bu hansı mərhələdədir ki, burada şagird deyir ki, mən dalaşanlara qoşulmuram. Çünki məktəbdə belə bir qayda var ki, dalaşmaq olmaz. Qəbul olunma, yaxşı olunma. Səlahiyyət nizamı, sosial nizamı qurma. Məktəbdə dalaşmaq olmaz. Mən bu dalaşanlara kömək etmirəm. Çünki etsəm müəllim məni cəzalandırar. Çünki belə bir qayda var, dalaşmaq. Bəli, itaət və cəzadır, düzdür. Dalaşma olmaz, hə. Bəli, dalaşmaq olmaz. Çünki mən dalaşsam cəza alacağam. Düzdür. Yaxşı. Günəş müəllim. Bəli. Qanunlar hər kəs üçün ədalətli olmalıdır. Bu hansı mərhələdə olan insanın düşüncə tərzidir, yəni düşünməsidir. Səlahiyyət və sosial nizamı qoruma. Sosial müqavilə, sosial ədalətli prinsip, hə. Sosial müqavilədir, bəli. Yəni burada qanunlar hamı üçün ədalətli olmalıdır, hər kəs üçün. Sosial müqavilədə elə bil ki, məsəl üçün, mən deyirəm ki, Nurlana müəllim dərs danışmırsa, mən də danışmıram. Və yaxud deyirəm, o danışırsa, mən də danışmıram. O nə edirsə, mən də deyirəm də, belədir. Belə deyil, yox, mən səhv başa düşmüşəm. Sosial müqavilədə belədir ki, yəni qanunlar qəbul olunanda hər bir insanın elə bil ki, vəziyyəti nəzərə alınmalıdır. Yəni hər bir insan üçün o qanun ədalətli olmalıdır. Bax bu nöqteyi nəzərdən yanaşılır. Yəni o ən aşağı məsələn imkansız insana da nəzərə almalıdır o qanunlar. Ədalətli olmalıdır. Yəni burada ədalət əsas götürülür. Nurlana müəllimə. Bəli, müəllimə. Həyat yoldaşının sağ qalması üçün Haynes oğurluq etməyə məcburdur. Mən buna görə elə bil ki, haqq qazandırıram Haynes'ə. Bu hansı mərhələdə olan insandır? Etik prinsiplər. Bəli, etik prinsiplərdir ki, yəni onun da yaşamaq hüququ vardır. Mən buna razıyam deyir, razılaşır. Bəli, bəli. Bir anlıq özünü empatiya hiss eləyir da, özgəsinə yerinə qoyur. Bəli, müəllimə. Saadət müəllim. Bəli, müəllimə. Haynes oğurluq etməməlidir.
O kömək üçün bu sahədə səlahiyyətli şəxslərə müraciət etməli idi. Sosyal müqavilə. Bəli, Nizamın qorunması. sosial nizamı qorumaqdır burada. Deyir ki, gərək etməyəydi, səlahiyyətli orqanlara müraciət eləyərdi kömək üçün. Məsələn, Burada yardım haqqın istəyərdi. təqdim olur da sosial müqavilədə. Bəli, səlahiyyətli sosial nizamı qorumaqdır, düzdür. Günəş müəllim, Bəli. Müəllim, mən də sual verin də bu mövzunu oxumuşam, bilirəm. hə, yaxşı verərik. Günəş müəllim, bax tutaq ki, belə bir sual qoyulacaqdı ki, Haynezin yoldaşı ölsəydi, polis əczasını həbs etməli idimi? Nə üçün? Bu sual qoyulsaydı, hansı mərhələdə olan insan deyəcəkdi? Məncə bəli, çünki bu durumda əczaçı ədalətli davranmalı idi. Mən Sosial müqavilə. Bəli, Yox, sosial müqavilə. bəli, sosial müqavilədir. Nurlan. Sosyal müqavilə. Humay müəllim, Bəli. tutaq ki, ölən adam Haynezin yoldaşı yox, onun sevimli iti olsaydı. Haynez dərmanı uğurlamalı idi. Bu sual qoyulsaydı, hansı mərhələdə olan insan deyəcəkdi ki, xeyr, o heyvanların müdafiə cəmiyyətinə müraciət etməli idi. Hə, burada yəni ki, ictimai təhlükəsizlik, yəni necə deyim, universal. qayda qanunla, yəni qayda qanunla. Səncə bu nasıl Olmalıdır. olacaq? Qayda qanun gözlənilməlidir, hansı mərhələdədir? Sosyal nizamı qoruma. Bəli, sosial nizamı, qayda qanunu qoruma, sosial nizamı qorumadır. Səlahiyyətləri sosial nizamı qorumadır. Nurlana müəllimə, Bəli, müəllim. əgər bu sual verilsəydi, bu sual qoyulsaydı, hansı mərhələdə olan insan deyəcəkdi, əgər o öz itinə həddən artıq çox sevinirsə, bəli, oğurluq etməli idi. İndividualizm. Burada şəxsi marağın var. Bəli, şəxsi marağı var. Düzdür. Günəş müəllim. Bəli. Haynezin dərmanı uğurlamağı qanuna zidd idi. Bu onun hərəkətini mənəvi cəhətdən yanlış edirmi? Nə üçün? Bu sual qoyulmuş olsaydı, hansı mərhələdə iki insan deyəcəkdi? Bəli, çünki qanunları pozmaq olmaz. Burada səlahiyyət və sosial nizamı qoruma. Günəş müəllim, belə Nurlana müəllim, siz nə cavab verərdiniz buna? Qanunları pozmaq olmaz müəllimə. Bəli. Nətəri başa düşürəm. Qanunları pozmaq olmaz deyirsə, onda bu səlahiyyət və nizamın qorunması olar da yəqin ki. Ədalətdən danışır. Cəmiyyətdən danışır. Bəli, Sosial burada müqavilə. iki məqam var. Həm sosial müqavilə var, həm itaət və cəza var. Düzdür? Bax, itaət cəza mərhələsində də olan insan deyir ki, qanunları pozmaq olmaz. Sosial müqaviləni qorumaq, səlahiyyəti qorumaq da deyir ki, qanunlar bizim mənəvi dəyərlərimizi müəyyən edir. Onları pozmaq olmaz. Düzdür? Hər ikisində bu şey vardı. Və səlahiyyət və sosial nizamı qorumada ona açıqlama verir ki, qanunlar bizim mənəvi dəyərlərimizdir. Ona görə pozmaq olmaq. Amma itaət cəzada nə üçün deyir? Çünki deyir, cəza verəcəklər. Əgər qanunu pozsaq, cəza veriləcək. Ona görə itaət cəzadır, çünki qanunları pozmaq olmaz. Humay müəllim. Haynezin yerinə olsaydınız, nə edərdiniz? Əgər bu sualı verilsə, deyir, daxili ədalət hissimə qulaq asardım. Bu hansı mərhələdə olan insan belə düşünəcək? Yəni bu sonuncu mərhələdə Bəli, sonuncu mərhələdir. Burada, bəli, universal etik prinsiplərdir. yəni Saadət yəni müəllim. ən üstün səviyyədə insanlıq var da burada. Bəli. Saadət Bəli, müəllim. müəllim.
Bəli, bəli. Bu sual qoysaydı hansı mərhələdə olan insan deyəcəkdi ki, oğurluq edərdim çünki sevdiyim insanı itirmək istəmirəm. İndividualizm. Əhsən, düzdür. Nurlana müəllimə. Nurlana müəllimə. Bəli, müəllimə, bəli, buyurun. Bəs hansı mərhələdə olan insan deyəcək ki, əgər etdiyim hərəkət məni pis bir insan kimi göstərməyəcəksə, onda hayınızın etdiyini edərdim. Qəbul olunma. Əhsən, düzdür. Günəş müəllim. Bəli, müəllimə. Bəs hansı mərhələdə olan insan bu suala deyəcək ki, cəmiyyətdə asayişin qorunması daha vacibdir. Çünki nizamlıq daha çox adamın əziyyət çəkməsinə səbəb ola bilər. Bu baxımdan yoldaşımın nə qədər sevsəydim belə qanunu pozmazdım. İtaət və cəza. Sosial nizamı qorumaq. Sosial nizamı qorumaq. Açıqlama verir burada. Bax. İtaət və cəzada konkret deyir, oğurluq etməzdim. Oğurluq etməzdim və yoldaşımın yanında olardım. Bax, itaət cəzada qorxur, konkret bunu deyir birbaşa. Amma sosial və səlahiyyətini qorumada nə deyir? Cəmiyyətdə asayişin qorunması daha vacibdir. Çünki nizamsızlıq daha çox adamın əziyyət çəkməsinə səbəb ola bilər. Bu baxımdan yoldaşımı nə qədər sevsəydim belə qanunu pozmazdım. Yəni səlahiyyəti, sosial nizamı qoruyur. Ona görə bunu etmir. Amma itaət cəzada özü qorxur ki, özüm cəzalanacağam. Amma səlahiyyət və sosial nizamı qorumaq cəmiyyət ətrafdaşları da düşünür. Yəni qanun qanundur, qanundan kənara çıxmaq olmaz. Belə. Deməli, Jean Piaget'in Nurlana müəllimə nəzəriyyəsi necə adlanır? Uşaqdan olur, yadımdan çıxdı. Zehni inkişaf. Hə, zehni inkişaf. Mərhələləri nəzəriyyəsi, düzdür? Zehni inkişaf. Zehni inkişaf nəmə. Saadət müəllim, Bəli, müəllim. Lev Vygotsky'nin nəzəriyyəsi necə adlanır? Sosial müqavilə. Vygotsky, hə? Hə, sosial intizam nəzəriyyəsi, yaxın inkişaf zonası. Sosial inkişaf nəzəriyyəsi yaxın inkişaf zonasıdır, düzdür? Bəli. Günəş müəllim. Bəli, müəllim. Günəş müəllim. Bəli. Hissi hərəkət mərhələsinin xüsusiyyətlərini sadala. Hissi hərəki 0-2 yaş arasında uşaqlarda olur bu. Burada elə bir ki, əşya davamlılığı olur. Düzdür. Reflekslər. Hə, reflekslərdən hərəkət edirlər də. Məsələn, uşaq nəsə əşyanı atır yerə, onun arxası ilə baxmır bu yaşlarda. Sonra necə olurdular? Sonra? Yaddaşsızlıq sindromudur, nədir? Bax, belə bir şey də var orada. Ayrılıq təşvişi olur, səs ulaşması baş verir. Ayrılıq təşvişi. Bəli, ayrılıq təşvişidir, səs ulaşmasıdır. Əşya davamlılığı hansı ki 9-10 aylığından başlayaraq yaranır. Refleksiyələr öyrənirlər. Tanımağa çalışırlar da, bir də manipulyasiya edirlər. Humayun müəllim, egosentrizm hansı mərhələyə aiddir? Hər şeyin... Bu ilk nəməlidir. İlkin əməli neçə yaşdır? Hə, ilkin əməli 2 yaşdan deyəsən 7 yaşa qədər idi. Bəli, 2-7 yaşdır. Saadət müəllim. Bəli, müəllimə. Konkret əməli dövrünün xüsusiyyətlərini sadala. 7-11 yaşdan yuxarı, 7-11 yaş və ya 12 yaş belə deyirik. Mühakimə əsasından fikirlər formalaşır. Sonra yetkinlik. Rəngləri seçə bilmək. Rənglər, Rəngləri seçir. Konkret, hə. Əşyalar tanıyır.
Elə bir ki, itləri bir şeylər. Fərqləndirir. Cinsinə görə, fərqləndirir. Əsas zehni fəaliyyəti daha yaxşı inkişaf eləmiş olar. Tam da yox. Hərfləri seçirlər, saya bilirlər. İndüktiv düşünməli. Bəli, indüktiv. Nurlana müəllimə, formal əməli mərhələsinin xüsusiyyətlərində. Bəli, formal əməldə 7 nədir? 11-12 yaş arasında uşaqlarda artıq bunlar yetkinlik yaşa çatıbdır. Elə bir ki, müəllimə, orada da deduktiv düşüncədən söhbət gedir. Hipotetikdir, abstraktdır, məntiqdir, sonra ədalət, vicdandır, ədalətdir. Artıq bunları anlayır, bunları bilir nədir. Ən çox konseptual biliyə əsaslanır dərsdə müəllimə. Bəli. Belə bir konsept. Bəli, konseptual bilik əlbəttə burada da formalaşır. Bəli. Saadət müəllim. Bəli, müəllim. Howard Gardnerin nəzəriyyəsi necə adlanır? Howard Gardnerin nəzəriyyəsi çox növlü zəka. Bəli, çox növlü zəka. Neçə zəkanı müəyyənləşdirir? Yox, 9 idi, 8 idi, 9 idi. 9-u Verbal deyirlər, amma burada lingvistik. 8 mərhələni göstərir. Hə, verbal lingvistik, məntiqi riyazi, məkan vizual, bədən kinestetik, musiqi ritmik, şəxslərarası, fərd daxili, bir də naturalist. Əhsən, düzdür. Günəş müəllim. Bəli, müəllimə. Kitabla, audio kitablarla, səs yazma vasitələrindən xoşlayır, mühazirələri xoşlayır, müzakirələri xoşlayır, hekayə nəql etməni xoşlayır. Bu hansı intellekt növünə aiddir? Bu verbal lingvistik. Əhsən, düzdür. Humay müəllim. Bəli. Praktik öyrənməni sevir, tamaşa, rəqsi, öyrədici idmanları sevir. Bu kinestetik idi, hərəkət var burada. Bəli, bədən Bədən kinestetik. Nurlana müəllimə. İndividual yanaşma xüsusiyyətinə malikdir. Layihələr üçün materiallar, özünü yoxlama materiallarından istifadə etmək olar bunların dərs zamanı. Ondan sonra fərdi şəkildə öyrənməni sevirlər. Şəxs. Bəli, fərd daxilidir. İndividual deyəndə artıq bildim ki, pərdə gedir, individual. Saadət müəllim. Bəli, müəllim. Məntiqi tapmacalardır, problem həll etmədir, dəqiq elmlər üzrə eksperiment aparmaqdır, tənqidi düşüncə, rəqəmlərlə məntiqi riyazi. Düzdür. Məntiqi riyazi. Günəş müəllim. Bəli, müəllimə. Vizual təqdimatlar, təsəvvürlər, oyunlar, beyin xəritəsi, təsviri, incəsənətlə bağlı tapşırıqları sevirlər. Beyin xəritəsi. Hə. Beyin xəritəsi. Məntiqi riyazi. Məkan vizual. Vizuallaşdırma var, beyin xəritəsi var. Burada məkan vizualdır. Məkan vizual, bəli, hə, vizuallaşdırma varsa məkan vizual. Humay müəllim. Bir öyrənmə yoldaşı ilə qarşılıqlı öyrənməyə üstünlük verir. Aha. Bu şəxslər arası olar. Düzdür. Nurlana müəllimə. Təbiətdə öyrənilməsi, heyvanlara qayğı, ekologiya məlumatlılığı vardır. Bəli, naturalistlərdir. Bunlar isə naturalistlərdir, düzdür. Saadət müəllim. Bəli, müəllim. Hansı nəzəriyyətçi zehni inkişafın əsasında sosial münasibətlər durduğunu göstərir? Deyir, insan sosial mühitdə formalaşır, inkişaf eləyir. Piaget'nin Lev Vygotsky. Sosial mühitdə. Piaget'dən oxşayır ola bir-birinə. Hə, sosial inkişaf, hə, Vygotsky. Nurlana müəllimə. Şagirdin inkişafında dilin rolunu minimallaşdırır. Minimal deyirsə bu şey olacaqdır. Dil deyirsə əgər Vygotsky olacaqdır. Oyun deyirsə Piaget, dil deyirsə Vygotsky olacaq. Bax, dilin rolunu minimallaşdırırsa
Bu Piaget'dir. Amma dilin rolunu maksimal, yəni maksimum götürürsə, bu isə Vygotsky. Lev Vygotsky'dir. Günəş müəllim. Yerlərini dəyişirdim. Bəli, müəllim. Uşağın zehni inkişafı adlı ətraf aləmi kəşf etdiyi zaman baş verir. Bunu kim deyirdi? Ətraf aləmi deyirsə, bu Piagetdir. Bəli, Piaget'dir, düzdür. Humay müəllim. Bəli. Uşağın zehni inkişafı müəllimlər, yoldaşları və daha bilikli başqası ilə ünsiyyət zamanı baş verir. Bunu kim deyir? Vygotsky'dir də, yəni. Bəli, Vygotsky'dir, düzdür. Yəni kimsə yol verir də, yəni ki, təkan verir, kör gəlsin. Günəş müəllim. Scaffolding, bəli. Uşağın əvvəlcə zehni inkişafı formalaşır, sonra öyrənmə baş verir. Bunu kim deyir? Piaget deyir bunu. Piaget. Bunun əksin? Vygotsky. Əksini isə Vygotsky deyir. Bəli, Vygotsky əksin. deyir ki, əvvəlcə Öyrənmə inkişafdan qabaq gəlir. öyrənmə inkişaf edir, sonra zehni. Düzdür. Məncə burada Piaget düz deyir. Əvvəlcə zehin inkişaf eləyir ki, sonra öyrənmə baş verir də. Saadət müəllim. Müəllim. Saadət müəllim, yaxın inkişaf zonası nə deməkdir? Yaxın inkişaf zonası Vygotsky'yə Daha görə bilikli, bacarıqlı birinin kömək daha etməsi. bacarıqlı birinin köməyinə ehtiyacı var uşağın. Köməyinə ehtiyacı. Həmin o ehtiyacı olan şəxs necə adlanır? O scaffolding. Oy, Bəli, nə scaffolding scaffolding? kim ola bilər? Hə, scaffolding ola bilər, müəllim ola bilər, sonra onun məşqçisi ola bilər, Bəli. dostu ola bilər, valideyn ola bilər, yoldaşı da ola bilər, həmkarı ola bilər, metodist ola bilər. Bəli. Müvəqqəti körpüdə scaffolding. Düşüncə Müəllimi dəstəyi. düzdür, əhsən. Nurlana müəllimə. Bəli. Düşüncə tərzi nəzəriyyəsini kim yazıb? Düşüncə Dvek. Bəli. Dvekin nəzəriyyəsinə görə düşüncə tərzinə görə necə olur bu? Açıq qapalı. Bəli, açıq Açıq düşüncə qapalı. tərzi qapalı. Düzdür. Açıq düşüncə tərzi, qapalı düşüncə tərzi. Günəş müəllim. Bəli, müəllim. Günəş müəllim, emosional taksonomiyanın mərhələləri hansılardır? Xatırlamaq. Emosional. Xatırlamaq. Emosional. Hə, emosional o affektivinki də, emosional ikinci. Bəli. Burada təbiiləşmə o üçüncüdür. Psixomotor deyil. Çıxdı. Nurlana müəllimə kömək elə. Bəli, müəllimə. Emosionalınki müəllimə xarakteriza etmədir. Yadımdan da yadımdan çıxıyor. Xarakteriza etmədir, dəyərləndirmədir, Saadət müəllim kömək eləsin. Vurarıq bunları. Saadət müəllim. Mən də onu qarışdırdım aləmi. Müəllimə qəbuldur, dəyərdir, xarakterdir, təşkildir. Biri qaldı da. Elə bir imdad idi da, imdad. Qəbul etmək, cavab vermək, dəyərləndirmək, xarakterizə təşkil etmək, xarakterizə etmək. Bəli, bəli. Bəs yaxşı, Saadət müəllim, psixomotorun mərhələləri hansılardır? Psixomotorun ki hissi hərəki, oy. İmdad. İmdad. Hə, imdad, hə. İmitasiya, Aha. manipulyasiya, artikulyasiya, reduksiya. Saadət müəllim dedim. Dəqiqlik, Dəqiqlik. artikulyasiya, təbiiləşmə. Dəqiq. Artikulyasiya dəqiqləşmə. Bəli, imitasiya, manipulyasiya, dəqiqlik, artikulyasiya və təbiiləşmə. Düzdür? Günəş müəllim, Bəli, müəllimə. metakognitiv bacarıqlar hansılardır? Metakognitiv bacarıqlar özünün monitoringi idi, özünü tənzimləmə idi.
Bir də özünü monitoring, özünü tənzimləmə. Biri də var idi, 3 dənə idi. Qiymətləndirmə. Bəli, əhsən. Özünü qiymətləndirmə, düzdür. Humay müəllim, Bəli, müəllim. müşahidə, agah olma. Bu özünün monitorinqdir də, yəni Bəli, özünün. müşahidə edir. Düzdür. Özünü. Nurlana müəllimə, Bəli, müəllim. məqsədi müəyyən etmə, planlaşdırma, emosional tənzimləmə, uyğunlaşma. Bu artıq emosional tənzimləmə də artıq özünü tənzimləmə. Əhsən, düzdür. Günəş müəllim, Bəli, müəllimə. qiymətləndirmə, refleksiya hansının komponentləridir? Elə qiymətləndirmə. Bəli, özünü qiymətləndirmənin komponentləridir, düzdür. Müəllimə. Qəfil ki, bu orta məktəblərə yoxlama gəlir. Sizin lap bu opti sual cavabınızla bənzədir. Saadət müəllim, Bəli, müəllimə. Saadət müəllim, planlaşdırma nədir? Planlaşdırma. Planlaşdırma əvvəlcədən nəyi edəcəm, nəyi etməliyəm. Bəli. Bir plan qururuq və ona uyğun da dəyişiklik edirik. İşte əgər planımızda olan planda qurduqlarımız bizim üçün bilirdim, bu laf yadıma çıxdı. Planlaşdırma əvvəlcədən müəyyənləşdirmə deməkdir. Məsələn, təlim nəticələri deyir, qiymətləndirmədə öyrənmə fəaliyyətləridir. Bəli. Yəni geriyə plan alma, illik planlaşdırma. Yəni nəticədən planlama edən zamanı 3 əsas məsələ var da. Bunlar demin Nurlana müəllimə dedi. Təlim nəticələri, qiymətləndirmə, öyrənmə fəaliyyətləri. Düzdür. Niyə dərsi Nurlana müəllimə planlaşdırırsan? Müəllimə, dərsinə görə planlaşdırırıq ki, elə bir şey birdən sinifə girəndə, dərs keçəndə, məsələn, müəllimin əlində proaktiv yanaşma edən girək daha. Yəni, dərsi planlaşdırmamış girəndə, uşaq sual verəndə müəllim orada çaşbaş qalacaqdır. Məsələn, hər hansı bir şey olanda suallara cavab verə bilməyəcək. Orada dərsi planlaşdırırıq ki, öz hədəfimizə Məqsədə çatmaq üçün bir davranışımıza nəzarət edirik. Bilməyəcək təlim nəticəm nədir, qiymətləndirmə meyarım nədir? Əgər mən planlaşdırmıramsa dərsi, şagirdlərin qarşısında bir mövzumuzu itirməyək də, yəni orada planımız olsun. Bəli, adi bir durub qonaq gedəndə bir bacı evinə, qardaş evinə, dayı evinə, tutaq ki, yaşadığınız yerdən uzaq bir başqa bir rayonda yaşayır, düzdür. Ora gedəndə deyirsən ki, 3 gün qalacağam, nə götürüm, kimə nə hədiyyə alım, özü üçün planlaşdırırsan, beynində bir plan qurursan və yaxud da 3 gün qalacam, mən özümə hansı geyimlərimi götürüm, bunu planlaşdırırsan. Bu, dərsin planlaşdırması da bir növ elədir. Yəni, planını qurursan ki, mənim təlim nəticəm nə olacaq? Mənim qiymətləndirmə üsul və vasitələrim nə olacaq? Hansı forma üsullardan istifadə edəcəyim? Əvvəlcədən planlayırsan ki, öz işi ravan qurmağa. Həm vaxt itkisinə orada az yol verilir. Sən plan quran zamanı vaxt itkisi olmur. Auditoriya qarşısında özünü itirmirsən. Bəli, elə bir şagird sual verə bilər ki, yəni planı o verilən mövzu üzərində planı qurmasan, ona hazırlaşmasan, şagird qarşısında da belə aciz qalarsan və yaxud da bir yoxlama gələ bilər sinifə, tutaq ki, sektorluqdan. Sən özü itirməyəcək, biləcəksən ki, mənim təlim nəticəm budur, qiymətləndirmə meyarlarım budur, dərsimin mərhələləri budur, mən bu mərhələdə bu işi görəcəm, bu üsuldan istifadə edəcəm, bu qiymətləndirmədən istifadə edəcəm. Tam arxain olursan öz işə, planlaşdırma bu üçün lazımdır. Günəş müəllim. Bəli, müəllimə. Planlaşdırma zamanı nəzərə alınan vacib məqamlar var. Bu məqamlar nələrdir?
Müəllimə, orada formativ qiymətləndirmə ilə əsasdır. Bəli. Birinci biz formativ qiymətləndirməni götürməliyik. Bəli. Sonra şagirdin verdiyi cavab, elə bir keçdiyimiz dərsə qarşı şagirdlər bizə cavab verəndə, məsələn, onun biliş bacarığını müəyyənləşdiririk. Görək şagird nəyi bilir, nəyi bilməyib. Yəni, ən vacibləri bunlardır. Və dərsin Sualları fəaliyyətini əvvəlcədən- nəyə əsasən quracaqsan? Fəaliyyətləri. Sualları əvvəlcədən hazırlayırıq. Yəni, Bəli. elə bir ən çoxda müəllimə iş formalarından, üsullarından da orada istifadə olunur. Düzdür. Hansı iş formasıdır, cütlərlə, qruplarla, göstərdir. Bir də ki, Sonra nəyi nəzərə alacaqsan müəllimə? üsulların da nəzərdə tutulur. Müxtəlif öyrənmə tərzinə sahib şagirdlər üçün fəaliyyətlərin uyğun olması, diferensiallaşmanı gözləmək, bax bunu nəzərə almaq. Sonra fəaliyyətləri dərsin məqsədinə uyğun olaraq seçmək. Tutaq ki, təlim məqsədim nədir? Ona uyğun olaraq fəaliyyətləri seçəcəm, forma və üsul seçəcəm. Tutaq ki, mən Leyli məzununu keçirəmsə, burada ziqzaqı özüm üçün planlaşdırıram, qrupla işləri planlaşdırıram ki, mənim o işimin fəaliyyətim dərsin məqsədinə uyğun olaraq ondan sualları necə müəyyənləşdirəcəm, açıq tipli, qapalı tipli sualları da təkcə elə hamısını açıq tipli sual qoya bilmərəm. Həm də burada qapalı suallardan da istifadə etməliyəm. Düzdür. Sonra hansı resursdan istifadə edəcəyəm? Resursu nəzərə almalıyam. Tutaq ki, mən Azərbaycan Xalq Cümhuriyyətini keçirəm, özlüyümdə fikirləşirəm ki, xəritəni gətirəcəm. Ən azından xəritəmi gətirəcəm. Xəritəm olmalıdır orada. Xəritədən istifadə edəcəm. Bəli, müəllimə, bayaqlarım o yazılı işin Bəli. Qaniyenin elə 9 addımından elə mövzunu keçməliyik. Məsələn, reallaşma alt standartlardan, yəni təlim nəticəsini reallaşdırmalıyıq. Sonra onun da yenə, yəni həmən keçdiyimiz dərsin məqsədi, yəni məqsədi nədən çıxardırıbsa onu deməliyik. Sonra resurslar var orada. Bəli. Dərsin məqsədinə uyğun öyrənməsi var. Yəni ən vacibləri ilə bunlardır. Sonra əgər dərsi keçirsənsə, bir çətinlik meydana çıxa bilər. Məsələn, onu aradan qaldırmaq üçün bir B planın olmalıdır. Yəni, bütün bunlar nəzərə alınan vacib məqamlardır. Səadət müəllim. Təlim nəticələrinin də bir dənə açar şeyi var ki, açar sözü var ki, yəni bunu əlbəttə hamımız bilib əzbərləməliyik üçün təlim nəticələri əvvəlcədən müəyyənləşdirilir. Bəli, yəni şagirdin nəyi öyrənməli olduğunu, şagird məsələn, mən nə keçəcəyəm yanaşması ilə yox, şagirdə nəyi öyrədəcəm, şagird nəyi keçəcək. Bəli. Təlim nəticələri. Nəsə. Səadət müəllim, tədrisi 3 mərhələli bir fəaliyyət kimi götürürük. Bu 3 mərhələ nədir? Bax, tədris birinci hazırlıq mərhələsidir, sonra öyrənir, sonra qiymət verir. Bəli, hazırlıqdır, planlayıram işimi. Hazırlıq nədir? Planımı qurdum. Düzdür? Hazırlıq mərhələsi planın qurulmasıdır. İkinci, gəldim, girdim sinifə. Dərs zamanı baş verən sinifin idarə olunmasıdır. Öyrədirəm, öyrənirlər. İkinci budur. Üçüncü isə qiymətləndirirəm. Bax, budur. Tədrisi 3 mərhələli fəaliyyət deyəndə nədən ibarətdir? Birinci hazırlıq, işimi planladım. Hazırlıq mərhələsi budur. Sonra gəldim, girdim sinifə. Sinifi idarə elədim, öyrətdim, öyrəndilər. Üçüncü də qiymətləndirmə. Bundan ibarətdir. Günəş müəllim. Bəli. Gündəlik planlaşdırmada nələr öz əksini tapır? Gündəlik planlaşdırmada nələr öz əksini? Dərsin gündəlik planlaşdırılması nədir? Gündəlik planlaşdırma nə üçün lazımdır? Mövzu, alt standart, məqsəd, motivasiya, nə bilim, tədqiqat aparılması. Onlar deyirsiniz.
Bəli, Dərsin gündəlik Diqqətin qoyulması, planlaşdırmada tədqiqatın bəli, bəli. aparılması. Dərsin o məqsədi, üsul və vasitələr olar, məqsədə Hə, çatmaq. resurslar. Nə zaman Qiymətləndirmə. görüləcəklər ki, öz əksini tapır, bəli. Bir də müəllimə, bir dənə açar sözdən istifadə etmək olar. Yəni onlar müəllimlərə bir kəlmə özümün bildiyim açar sözlər deyil. Əgər mümkündür. Nurlanım. Çox sağ olun, təşəkkür edirəm. Deməli müəllimə, mən heç vaxt şeydə testlərdə illiklə gündəliyi tapa bilmirdim da. Deyirdim ki, görüm baba burada söhbət nədən gedir, hansı bir-birini tutur. Yəni əgər onlarda mümkündürsə elə yazın siz də bilin Saadət müəllimə, Günay müəllimə, Umay müəllimə. Deməli müəllimə, orada gündəlik planlaşdırma var. Daha elə bir şey belə tapdım ki, məsələn gündəlik akşam belə görüşür. Ya 2 dəqiqə tutarım dərsim. Gəl, aşağı gözlə. 2 dəqiqə. Gəl. Oldu. Deməli müəllimə, gündəlik planlamada müəllimə, harda dərs sözü varsa, bax gündəlik planlamada qeyd eləyin, siz də hansısa tapaldınız, sonra mən də hansısa tapdım. Məsələn, dərs sözü varsa, dərsin sonu varsa, bir dərs üçün varsa, bir dərs saatı varsa, yəni ancaq dərs. Gündəlikdə dərsdən söhbət gedir. Hər gün biz hara gedirik? Dərsə gedirik. Açarsınız kimi məmnundur. Gündəlik planlaşmada dərs sözü var, amma ki, elə biləcəksiniz, illik planlamada da, bir var, illik də gündəlikdir da. İllikdə də müəllimə ancaq sinifdən bağlıdır. Məsələn, illik planlaşdırmada sinifdən bağlıdır. Məsələn, resursdur, sinifdən kənardır, tədris vahididir, yəni meyarlardır. Yəni, belə şeylər görəndə illiyə götürürük. Yəni, testlərdə mən belə seçmişəm. Bir də müəllimə, ən güzəlli müəllimə bilər ki, yəni bunun aydın, açar sözlərdən nə tər seçmək olduğumuzu müəllimə deyər. Yəni, mən belə deyim ki, gündəlikdə dərs sözü var, amma illikdə artıq sinifdən bağlı. Proqramdır, dərsdir, resursdur, tədris vahididir. Bəli. Gündəlik planlaşdırmada Günəş müəllim siz deyin, nələr oldu? Görüm siz necə deyəcəksiniz? Müəllimə, gündəlik planlaşdırmada dərsin məqsədi olur. Bəli. Qiymətləndirmənin üsul və vasitələri olur. Standartlar olur. Bəli, görüləcək işlər elə bil ki, öz əksini tapır da orada, fəaliyyətlər öz əksini tapır. Bəli, Metod və vasitələr. Gündəlik planlaşdırmada alt standartdır. Sonra mövzudur. Düzdür. Sonra dərsin məqsədidir. Dərsin mövzudur, dərsin məqsədidir. Dərsin məqsədinə uyğun Qiymətləndirmə meyarlarıdır. Vasitələridir. Dərsin məqsədinə uyğun öyrənmə fəaliyyətləridir, resurslardır. Düzdür? Məsələn, gündəlik planlaşdırmanın məsələn formatı məktəbdən məktəbə dəyişə bilər? Məktəbdən məktəbə? Bəli. Gündəlik planlaşdırma müəllim özü qurur da, müəllim. Elə məktəblər var ki, onlar özləri dəyişə bilir də. Dəyişir də, formatı dəyişir məsələn. Məsələn, illik planlaşdırmada nələr var? İllik planlaşdırmada da saatlar var da müəllimə. Məsələn, bu mövzunu bu saata keçəcəm, o birisi mövzunu bu saata keçəcəm. Mövzu deyəndə standartımız var, tədris standartlar var. Tədris məzmun xəttləri məzmun standartlarına uyğun yoxdur. Tamam, müəllimlər, olar bir kəlmə söz deyim, qadan alaram. Buyur. Allah canınızı sağ eləsin, Allah zehin açıqlığı versin sizə. İndi qonşu gəlmişdi, üzrü hesab edin, yəni qonşunun səsində. Burada qonşuda xəstə yanına gedirlər, ora çağırıblar, mən də getməliyəm. Üzrü hesab edin, mən Buyur, Nurlana müəllim, buyur. Buyur. Allah şəfa versin, Allah şəfa versin. Saadət müəllimə, nömrənizi verərsiniz daha şeyə, Günəş müəlliməyə, zəhmət olmasa. Oldu, sağ olun. Yaxşı, sağ ol. Bax, illik planlaşdırmada standartdır, tədris vahidi. Yəni, tədris vahidi nədir? Tədris vahidi bölmədir. Bölmə, tədris vahidi bölmə. Sonra mövzudur, inteqrasiyadır, resursdur, qiymətləndirmədir, saatdır, tarixdir. Amma gündəlik qiymətləndirmədə nədir? Bax, gündəlik qiymətləndirmədə də standart da var, mövzu da var deyirik, düzdür. İnteqrasiyası da var, resursu da var, qiymətləndirməsi də var.
Amma tədris vahidi demirik. Orada mövzu deyir, dərsin məqsədi, təlim nəticələri, dərsin məqsədinə uyğun qiymətləndirmə meyarı, metod vasitələri, dərsin məqsədinə uyğun öyrənmə fəaliyyətləri, resurslar. Bu da bizim gündəlik nədir? Planlaşdırmamızdır. Gündəlik illik planlaşdırmada Günəş müəllim dəyişiklik edə bilər? Xeyr, müəllimə. Edə bilər. Niyə edə bilmir ki? Saatları artırıb azalda bilər. Standart qrupuna standart əlavə edə bilər. Həmin sinif üzrə. Mövzuları dəyişə, artıra bilər. Tutaq ki, baxır görür ki, mədəniyyət mövzusudur, 2 saat veribdir. Tutaq ki, dövlətə veribdir 1 saat. Onu azaldar, verə bilər mövzuya, həmin mövzuya. Ona görə mövzunu dəyişər, artıra bilər, azalda bilər saatın. İnteqrasiya üçün əlavə imkanlar müəyyən edə bilər. İnteqrasiya edə bilər, məsələn. Mövzular üzrə vaxt bölgüsündə, məsələn, dəyişiklik eləyə bilər. Bunu eləyə bilər illik planlaşdırmada. Yaxşı. Bu, gündəlik və illik planlaşdırmanın hər ikisində nələr var? Sadət müəllim. Mövzu var, standart var, Standart mövzu var. qiymətləndirmə var. Qiymətləndirmə var. Qiymətləndirmə hər ikisində var. Düzdür. Evet. Bunu demişdim də təkrardan. Bu dəfə smart texnologiyasını təkrar eləyərsiniz. Necə müəllimə? Hansı? Smart texnologiyasını təkrar eləyərsiniz. Smart texnologiya. Bəli, Smart, hə. smart texnologiyasını. Bugünkü dərsimiz Daniel Golemanın emosional zəka mövzusudur. Məşhur Amerika psixoloqudur Daniel Goleman, fəlsəfə doktoru, elmi dərəcəsi Harvard Universitetində almışdır və bir çox elmi əsərlərin müəllifidir. Onun emosional intellekt niyə EQ-dən daha vacib ola bilər? Yəni, bu kimi əsərin 40-dan çox dilə tərcümə edilmiş, bu sahədə də ən vacib əsərlərindən biri də emosional intellekt nəzəriyyəsidir ki, biz bu günləri sizlə bu nəzəriyyəni öyrənəcəyik. Deyir, yağışlı günlərin biri idi. Daniel Goleman New York şəhərində ağır iş günündən sonra yorğun halda avtobus dayanacağında gözləyir. Dayanacaq insanlarla dolu idi. Bu artıq yorğun olan Golemanı bir az da üzürdü. Nəhayət avtobus gəlir. Goleman avtobusa minər-minməz qara dərli, orta yaşlı sürücü şən əhval-ruhi ilə "Salam, necəsən?" deyə səslənir. Sürücünün bu davranışı nəinki Golemana, eyni zamanda digər yorğun sərnişinlərə də xoş təsir edir. Yol boyu hər kəsə qarşı nəzakətli olur, hətta bələdçi kimi şəhər haqqında maraqlı məlumatlar verməyə başlayır. Goleman baş verənləri diqqətlə izləyir. O, avtobusdan düşəndə sərnişinlərdə ruh yüksəkliyi müşahidə edir. Onlar artıq yorğun günün ağırlığını arxada qoyaraq evlərinə yollanırdılar. Eyni ilə Goleman da özü də bu həmin hissləri keçirirdi. Bu hadisə baş verdiyi dövrdə Goleman yenicə psixologiya sahəsi üzrə doktorluq dissertasiyasını müdafiə etmişdi. Baş verən hadisə Golemanı emosiyaların virusu kimi yolxucu olduğu, bunun cəmiyyət üçün nə dərəcədə vacib olduğunu qənaətinə gəlməsinə səbəb olur. Bu andan etibarən o tədqiqatlarını məhz emosiyaların psixologiyası sahəsi üzrə aparmaq qərarına gəlir. Beləliklə, Golemanın tədqiqatları nəticəsində emosional intellekt EI anlayışı formalaşır.
Daniel Goleman'a görə insanın iki zəkası var. Emosional zəka, bir də rasional zəka. Məsələn, yoldaşı rəhmətə gedən qadın bir müddət sonra özünü artıq yaxşı hiss etdiyini, işlərinin rəvan getdiyini deyir. Amma bunları danışdıqca onun gözləri yaşarır. Bu o demək deyil ki, o öz hissləri haqqında yanlış məlumat verir. O həqiqətən düzgün danışır. Sadəcə onun sözləri rasional zəka, göz yaşları isə emosional zəkanın məhsuludur. Goleman hesab edir ki, təhsildə, karyerada, ailədə yüksək nailiyyətlərin əldə edilməsi üçün emosional intellektin yüksək olması vacibdir. O emosional intellektlə işləyərkən bu əsərində iki universitet tələbəsinin həyatı haqqında yazır. Penn və Met eyni universiteti bitiriblər. Pennin akademik göstəriciləri həmişə digər tələbələrdən yüksək olurdu. Lakin bununla yanaşı Penn özündən çox razı idi. Met isə orta tədris göstəricilərinə malik tələbə idi. Universiteti bitirdikdən sonra Penn çoxlu sayda iş təklifləri alır. Lakin keçirdiyi müsahibələrdən yalnız birində onu işə qəbul edirlər. Met isə 8 iş müsahibəsindən 7-sində işə qəbul razılığı alır. Metlə işləyən hər kəs onunla işlədiyindən həzz aldığını deyir. Goleman bunu Penndə emosional intellekt çox zəif, Metdə isə əksinə güclü olması ilə izah edir. Belə ki, yüksək emosional intellekt insanlarla münasibətdə vacib aspektlərdən biridir. Bu baxımdan Goleman hesab edir ki, bir çox hallarda emosional intellekt rasional intellektdən, intellekt əmsalından daha vacibdir. Belə ki, yuxarıda verilmiş nümunədə Penn savadlı intellekti ilə bütün universitet yoldaşlarından öndə idi, lakin özündən razılıq kimi emosiyalarını idarə edə bilməməsi onun karyera qurmasına ciddi mane olurdu. Daniel Golemana görə emosional intellekt emosiyaların düzgün idarə olunması deməkdir. Lazım olanda bəzi emosiyaları gücləndirmək, bəziləri isə zəiflətmək qabiliyyətidir. Başqa sözlə desək, emosional intellekt özünün və başqalarının hisslərini müşahidə etmək, emosiyalar arasında fərqləri uyğun şəkildə müəyyənləşdirmək, düşüncə və davranışda emosional məlumatlıqdan istifadə etmək bacarığıdır. Eyni zamanda o qeyd edir ki, emosional intellekt irsiyyətlə ötürülən əlamət deyil. O, həyat boyu dəyişir, inkişaf edir. İnsan həyat təcrübəsi topladıqca onun emosional intellekti də təkmilləşir. Erkən yaşlarından emosional intellektin təkmilləşdirilməsi gələcəkdə sərbəst cəmiyyətə atılan zamanı həyatın bütün aspektlərində insanın uğur qazanmasının əsasını təşkil edir. Bir çox ədəbiyyatlarda buna müdriklük, şəxsiyyət, xarakter, temperament kimi adlar verirlər. Daniel Goleman isə buna emosional intellekt adını verib. Gündəlik həyatımızın bir anında, hər anında emosional intellekt vacibdir, təkcə bir anında yox. Bir çox hallarda insanlar emosiyalarla intellektin əlaqəli olmadığını düşünürlər. Lakin reallıqda onlar bir-biri ilə çox vəhdətdədir. Onun araşdırmalarının nəticəsi olaraq Goleman emosional intellekti 5 komponentə ayırır. Özünü dərk, özünü idarə etmə, motivasiya, sosial məlumatlılıq, münasibətlərin idarə olunması. İnsanı əhatə edən şəxslər, valideyn, qohum, müəllim, bacı, qardaş, onun emosional intellektinin dəyişməsinə bilavasitə təsir edən faktorlardır. Onlardan bəziləri müsbət, bəziləri isə mənfi, hətta olduqca dağıdıcı təsir edə bilər. Bu baxımdan emosional intellekt komponenti və onların xüsusiyyətlərindən agah olmaq insanın emosional vəziyyətinin
inkişafında mühüm əhəmiyyət kəsb edir. Özünü dərk nədir? Bura şəxsin özü haqqında məlumatlığı, özünə inam xüsusiyyətləri, emosiyalardan agah olması daxildir. Bəzən insanlar öz hisslərindən xəbərdar olmur. Onlar ümumiyyətlə hissin nə olduğunu bilmir, amma bu onların hisslərə malik olmağından xəbər vermir. Uşaqlar bəzən öz hisslərini dərk etməsələr də onları daim təcrübədən keçirirlər. Lakin bu hissləri analiz etmirlər. Məsələn, şagird hirslənib hansısa əşyanı yoldaşına tullayır. Ola bilsin ki, şagird hirslənmək hissinin nə olduğunu bilmir. Lakin bu hiss təcrübədə yaşayır bu hissi və o bu hərəkətinin səbəblərini hirslənmək hissi olduğunu təhlil edə bilmir. Bu da hisslərin idarə edilməsində çətinlik yaradır. Hissləri idarə etmək üçün ilk növbədə onları tanımaq, dərk etmək vacibdir. İnsan mövcud vəziyyətdə nə hiss etdiyi və nə üçün bu hissi keçirdiyi haqda düşünməlidir. Uşağın bu istiqamətdə özünü analiz etməsinə, məhz onun ətrafında olan valideyn, müəllim, yetkin şəxslərin empatiya hissi ilə yol göstərməsi uşağın çətin emosional vəziyyətdən daha asan çıxmasına və özünü tanımasına müsbət təsir göstərir. Məsələn, belə bir situasiyanı nəzərdən keçirək. Şagird dostunun ona dediyi sözə görə ondan inciyib, amma onu incidiyini demək əvəzinə dostuna hirslənir. Onunla dalaşır. Bu zaman müəllimin şagirdə hisslərini anlamağa kömək edən aparıcı sual verərək şagirdin mövcud vəziyyətin daha yaxşı dəyərləndirilməsinə kömək edə bilər. Sən nə hiss edirsən? Səncə sən niyə özünü belə hiss edirsən? Bu zaman hətta şagirdin öz hissini bir sözlə ifadə etməkdə çətinlik çəkdiyini müşahidə edə bilərik. Çünki biz böyüklər uşaqların öz hisslərini tanımasına təbii bir proses kimi baxırıq. Bizə elə gəlir ki, onlar bunu anadan olandan bilirlər. Amma reallıqda isə bəzən yeniyetmə və hətta yetkin şəxs belə öz hisslərini tanımaqda çətinlik çəkə bilər. Hisslərini tanımaq yalnız insanın hansı hisslərə malik olmasını bilməkdən ibarət deyil. Bu, eyni zamanda müəyyən hissin nə vaxt hansı təsir altında və nə dərəcədə güclü surətdə üzə çıxmasında, keçirdiyimiz hisslərin davranışımızda necə əks olmasından xəbərdar olmaqdır. Belə ki, insanlarda müxtəlif hisslər fərqli intensivlikdə və fərqli səbəblərdən üzə çıxa bilər. Goleman qeyd edir ki, özünü dərk yüksək intuisiya və düzgün nəticə çıxarmanın əsasıdır. O bunu hətta mənəvi kompas adlandırır. Belə ki, öz hisslərini tanıma, eyni zamanda mənəvi dəyərləri müəyyən etmənin əsas komponentidir. Bu baxımdan Lawrence Kohlbergin irəli sürdüyü mənəvi inkişafın mərhələləri emosional intellektlə sıx bağlıdır. Emosional intellekt gücləndikcə rasionallaşma baş verir, yəni təfəkkür inkişaf edir, mənəvi dəyərlər dərinləşir. Özünü idarə etmə. İnsan öz hisslərini tanıdıqdan sonra onları daha rahat idarə edə bilir. Burada əsas nəzərə alınacaq məqam İstənilən hissləri lazım gəldikdə güclü, lazım gəldiksə zəif bir üzə verməyisidir. Belə ki, istənilən hiss müəyyən səbəbdən insana təbiət tərəfindən bəxş edilmişdir. Onların hamısının bizim üçün əhəmiyyəti var. Bu baxımdan hətta qəzəb hissini belə lazımı anda, lazımi miqdarda göstərilməsi insanlar arasında ünsiyyətin tənzimlənməsinə kömək edən faktor kimi çıxış edə bilər. Özünü idarə etmə zamanı keçirilən hisslərin rasional düşüncə ilə köklənməsi çox vacibdir. Şagird düzgün yönləndirici suallar alarsa, mövcud hisslərini əsaslandırmağa kömək etmiş olar və daha yaxşı əsaslandıra bilər. Məsələn, yuxarıda göstərilən situasiyada olduğu kimi müəllim suallarla şagirdin öz hisslərini tapmağa imkan yaradır.
Sonra isə o, səncə dostun niyə belə etdi? Bəlkə sən onu düzgün anlamamısan, onunla bunu müzakirə etmisənmi? Səncə həmin anda sənin belə reaksiyan doğrudurmu? Kimi suallarla müraciət edilərsə, şagird öz hisslərini rasional düşüncə ilə əlaqələndirməyə, hisslərini idarə etməyə və sakitləşməyə kömək edə bilər. Hər hansı bir hadisəyə biz ilk növbədə hisslərimizlə cavab veririk. Bu hisslər güclü olduqda rasional düşüncə arxa plana qalır. Belə olan halda hisslər göstərdiyimiz davranışda xaotik olaraq təzahür edir. Bu da bir çox hallarda özümüzə və ətrafdakılara dağıdıcı təsir göstərir. Bu baxımdan özünü idarə edərək, yəni hisslərini rasionlaşdıraraq, özünə mövcud vəziyyətdə düzgün suallar verərək hisslərinin idarə olunmasını təmin etmək mümkündür. Biz bu yolla istənilən yaşda olan insanlarda özünü idarə etmə vərdişinin formalaşdırılmasını təmin edə bilərik. Üçüncü gəlir motivasiya. Emosional intellektin bir digər komponenti olan motivasiya insanı nailiyyətə zövq edən faktordan biridir. Xüsusilə işlərin rəvan getdiyi məqamlarda, başqa çətin situasiyalarda davamlılıq göstərməyə və nəticədə məqsədə çatmağa imkan verir. Motivasiya daxili və xarici motivasiya olmaqla təsnif edilir. Daxili motivasiya görülən işin özündə əldə olunan zövqdən qaynaqlanmaqla insanın davamlı fəaliyyətə təşviq edir. Daxili motivasiya problemlərin öhdəsindən gəlməyə, onun arxasındakı niyyəti təsəvvür etməyə, nəticəyə fokuslanmaqla yanaşı prosesdən zövq almağa xidmət edir. Bu baxımdan insanın həyatı qərarlarında, seçimlərində bunu nəzərə almaz, dərin sevgi, maraq göstərdiyi sahəyə yönəlməsi, dolayısıyla daxili motivasiyanı kəşf etməyə vacib bir məqamdır. Daxili motivasiyanın direktivləri ilə hərəkət edən insan gələcəkdə qarşılaşdığı bir çox əngəli aşmağa, yanma sindromundan yan keçməklə şövqlə yola davam etməyə daxilən stimul tapa bilər. Daxili motivasiya insanın daha optimist baxış bucağı tapmasına, bununla da uyğunsuzluqlara qarşı dözümlü olmağa, yüksək enerji ilə problemlərə qarşı müqavimət göstərməyə yol açır. Daxili motivasiya pessimizm, zərdabı kimi uyğunsuzluq qarşısında zehnin qapılarını açıq saxlamağa və alternativ həll yolları tapmağa zövq edir. Hər hansı davranış və ya vərdişimizi inkişaf etdirmək üçün daxili motivasiyamıza ehtiyacımız var və bunu artıra bilərik. Bunu necə eləyə bilərik? Məsələn, hər hansı bir fəaliyyət üzərində nəzarət optimallaşdırmaq üçün onu sizə ən uyğun şəkildə etmək imkanını müəyyən edin. Məsələn, gündəlik həyatda fiziki cəhətdən daha aktiv olmaq istəyirsinizsə, amma yürüyüş etməkdən xoşunuz gəlmir, alternativi olaraq velosiped sürməyi, rəqs etmək kimi işləri görə bilərsiniz. Əgər hansısa iş çox asan və ya çox çətindirsə, bu sizin motivasiyanızın azalmasına səbəb olacaq. Öhdəsindən gəlmək mümkün olmayan, yəni hazırki bacarığınızla üst-üstə düşməyən fəaliyyətlərdən kənar durmaq. Oxşar nümunədən yola çıxsaq, əgər qaçmaqla məşğul olmaq istəyirsinizsə, öhdəsindən gələ biləcəyiniz məsafəni seçmək lazımdır. Nəinki birdən-birə hansısa marafona qoşulmaq və yaxud da fəaliyyətləri başqaları ilə əlaqələndirmək motivasiyanı artıracaq. Belə ki, hər hansı fəaliyyəti başqaları ilə birlikdə, evdə və ya münasib klub üzvü ola, yaxud da bildiyiniz sahədə ətrafınızda fayda olacaq işlər görməklə öz təcrübələrinizi başqaları ilə bölüşə bilərsiniz. Bəzən olur ki, insan bir işi tək görməyi sevmir.
İstəyir ki, ətrafında insanlar olsun, o insanlarla birlikdə olanda daha yaxşı yerinə yetirir. Dəyərlərinizi dəqiq müəyyən etməklə fəaliyyətlərinizi onunla dəstəkləməyə, inkişaf etdirməyə zövq edin. Əgər bir insan eyni zamanda bir işdən məsul şəxs kimi ədalətli, dürüstlüyü, mərhəməti özünüzə dəyər kimi qəbul edirsinizsə, fəaliyyətlərinizi bu baxımdan nəzərdən keçirmək lazımdır. Bəzən hansısa fəaliyyətə qarşı istəklərimiz ona qarşı daxili motivasiyamızın az olmasına dəlalət etməyə bilər. Belə ki, ona təsir edən digər faktorları da nəzərə almalıdır. Bu mənada ona mane olan, əngəlli mane olanı aradan qaldırmaq lazımdır. Əgər səhər idman etməyə həvəsiniz yoxdursa, bu başqa səbəblərdən, məsələn, yuxusuzluqdan qaynaqlana bilər. Xarici motivasiya daxildən gələn zövq, maraqdan fərqli olaraq tərif, mükafat, cəza kimi xarici faktorlardan asılıdır. Xarici motivasiya müxtəlif səviyyədə özünü göstərə bilər. Ən aşağı səviyyədə tamamilə kənar təsirin diktəsi ilə etmək, məsələn, şagirdin valideyn tərəfindən hansısa sevmədiyi dərnəyə üzv olması. İkincisi, hansısa fəaliyyətin etməməklə özümüzü narahat hissi edəcəyimiz hal. Tutaq ki, hansısa tədbirdə iştirak etməyə həvəsiniz yoxdur, istəmirsiniz. Özümüzə borc bilmək, yəni bunu həvəssiz olaraq borc bilirik. Başqa öhdəliklər üçün hər hansı işi görməyə razı olmaq. Məsələn, ailəsini dolandıran şəxs kifayət qədər məvacib aldığı, amma sevmədiyi işi görməsi. Bir də elə işlər var ki, dərin zövqlə etməmiş olsaq belə, faydasına əmin olduğumuza görə etməli oluruq. Məsələn, diş fırçalamaq, pəhriz saxlamaq, ehtiyat üçün pul yığmaq və s. Dördüncü mərhələ sosial məlumatlılıqdır. Buna empatiya deyirik. Emosional intellektin növbəti komponenti olan sosial məlumatlılıq başqalarının hisslərindən xəbərdar olmaqdır. Bu prosesdə empatiya həlledici rola malikdir. Empatiya dedikdə insanın qarşısında şəxsin idraki və emosional vəziyyətini duymaq nəzərdə tutulur. Sigmund Freud deyirdi ki, insanlar sir saxlamağı bacarmır. Onların dodaqları sussa da barmaqlarının ucu ilə qeybət qırırlar. Bununla o demək istəyirdi ki, bizim nə hiss keçirdiyimiz dodaqlarımız deməsə də, bədən dilimiz bunu aşkarcasına ətrafdakılarına çatdırır. Empatiya hissi güclü olan insanlar davranış, jestlər, mimikalara əsasən qarşısındakı şəxsin nə hiss keçirdiyini və həmin hissi hansı səbəbdən keçirdiyini müəyyən edə bilər. Qarşımızdakı şəxsə empatiya göstərən zaman diqqət etməli olduğumuz əsas məqam onu mühakimə etməməkdir. Burada empatiya hissi ilə mühakiməni qarışdırmamalıyıq. Bir çoxları bu bacarığı anadan gəlmə hesab edir, lakin düzgün yol göstərdikdə uşaqlarda da dərin empatiya hissi sonradan formalaşdırmaq mümkündür. Bunu yuxarıda verdiyimiz iki şagird misalında göstərmək olur. Şagirddə incidiyi dostuna qarşı empatiya hissi yaratmaq üçün səncə sənin davranışından o özünü necə hiss edir? Sən onun yerində olsaydın nə edərdin? Kimi sualların verilməsi şagirdi qarşısındakı şəxsin hisslərinə köklənməyə, onu başa düşməyə kömək edir. Empatiya hissini inkişaf etdirmək üçün istifadə edilən strategiyalardan biri də akademik ilin əvvəlində şagirdlərin bir-birini və müəllimi tanımaq üçün buzqıran adlanan fəaliyyətlərdən istifadə edilməsidir. Bu fəaliyyətlər zamanı şagirdlər bir-birlərinin hobbilərini, sevdiyi oyunları, filmi, cizgi filmlərini, kitab və musiqi janrları ilə tanış olur və bir çox hallarda ortaq cəhətlər müəyyən edirlər. Məhz bu ortaq cəhətlər üçün bunları üzə çıxarılması empatiya hissinin dərinləşməsinə
imkan verəcəkdir. 5-ci münasibətlərin idarə edilməsidir. Başqa insanlarla səmərəli münasibət qurmaq emosional intellektin digər vacib aspektidir. Bunun üçün də şəxsin sosial bacarıqlara sahib olması lazımdır. Sosial bacarıqlar dedikdə aktiv dinləmək, verbal, qeyri-verbal kommunikasiya qurmaq, liderlik, inandırıcılıq qabiliyyəti nəzərdə tutulur. Onu da vurğulayaq ki, sosial bacarıqlara sahiblik başqalarını anlamaq və düzgün münasibət qurmağın açar məqamıdır. Münasibət qurmaq yalnız qarşı tərəfi anlamaq deyil, eyni zamanda bu anlayışı ünsiyyət və kommunikasiyada tətbiq etməkdir. Yuxarıda verilən situasiyada müəllim düzgün yönləndirilməsinin nəticəsi olaraq şagird dostunun ona dediyi sözdən incidiyi üçün ona hirsləndiyi, onunla dalaşacaq dostunun da ona kimi hisslər keçirməsi və bununla da ondan acıq çıxmasını istədiyini dərk edir. Müəllimin verdiyi suallarla şagird mövcud vəziyyətlə başqa prizmadan baxır. Bəlkə mən düz başa düşməmişəm, gərək onu günahlandırmazdan əvvəl məsələni dəqiqləşdirərdim kimi düşünməyə başlayır. Bununla şagird öz hisslərini rasional fikirlərə yönəldir. Bu da onun sakitləşməsinə, yəni hisslərinin idarə olunmasına imkan yaradır. Nəticədə şagird artıq mövcud vəziyyəti daha dərindən analiz etməyə başlayır. Bütün bunlar şagirddə incidiyi dostuna qarşı empatiyanın yaranması, güclənməsi, ona öz davranışını, dostuna olan münasibətini tənzimlənməyə köməklik edir. Beləcə həm öz, həm də başqalarının emosiyalarını tanımaqla insanlarda düzgün münasibətlər qurmaq olur. Emosional intellekti necə formalaşdırmaq olar? Bunun üçün strategiyalardan məqsədə uyğundur ki, istifadə etmək. Bu, məsələn, istiqamətləndirici suallar vermək olar. Dəstəkləyici mühitin yaradılmasıdır, özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirmə strategiyasından istifadə etmək, metakognitiv düşüncəni dəstəkləyən fəaliyyətlərin keçirilməsidir, refleksiya etməsinə istiqamət verilməsidir. Emosional intellekt kimə və nə zaman lazımdır? Emosional intellekt şagirdlərə sinif yoldaşları, müəllim, valideyn və insanlarla düzgün ünsiyyət qurmaq imkanı yaradır. Bu da konfliktlərin sağlam şəkildə həll edilməsini təmin edir. Bundan əlavə yüksək intellektə malik şagird eyni zamanda yüksək tənqidi və məntiqi təfəkkürə malik olduğundan ona verilən rəylərə adekvat reaksiya verir və bununla da rəy vermə prosesi daha səmərəli olur. Şagird öz səhvlərini düzəldir və dərin öyrənmə baş verir. Bununla da yüksək emosional intellektə sahiblik şagirdlərin açıq düşüncə tərzi nəzəriyyəsində də bu qeyd olunur. Yəni burada şagirdlər emosional intellektə olan şagirdlərdə açıq düşüncə tərzi formalaşmış olur. Düzgün formalaşdırılmış emosional intellekt eyni zamanda şagirdlərdə fənnə verilən tapşırıqlara maraq, daxili motivasiyaların yaranmasına müsbət təsir edir. Belə xüsusiyyətlərə malik şagird sevmədiyi bir tapşırığı yerinə yetirərkən emosiyalarını idarə edir, daxili motivasiyanı yaratmağı bacarır. Ümumilikdə emosional intellektin inkişafı şagirdlərin şəxsiyyət kimi formalaşmasında, gələcəkdə sərbəst seçimlər etməsində, öz həyat yolunu düzgün seçmələrində mühüm əhəmiyyət kəsb edir. Emosional intellekt yalnız şagird üçün deyil, eyni zamanda müəllim üçün də vacibdir. Belə ki, şagirdlərə bilik, bacarıq vermək, eyni zamanda onların emosional intellektinin formalaşdırılmasını təmin etmək, müəllimin özünün də yüksək emosional intellektə malik olması tələb olunur. Bu baxımdan müəllimin rol model olması çox vacibdir. Çünki şagirdin emosional intellektinin formalaşması görərik ki,
təkrar edərək öyrənməkdən ibarətdir. Bu beynimizdə olan güzgü neyronları vasitəsilə baş verir. Bu neyronlar baxaraq, təkrar edərək öyrənməni təmin edir. Ona görə də müəllimin örnək olması şagirdin şəxsiyyət kimi formalaşmasında və gələcəkdə cəmiyyətdə yararlı vətəndaş olmasına zəmin yaradır. Şagirdlərin emosional intellekti müəllimin təlim prosesində, sinif saatlarında, məktəbdən kənar tədbirlərdə, ümumiyyətlə ünsiyyət zamanı formalaşdırılması və inkişaf etdirilməsində olduqca vacibdir. Uşaqların şəxsiyyət kimi formalaşmasında valideynlərin də rolu böyükdür. Bu baxımdan valideynlər də emosional intellektin yüksək inkişafı şagirddə birbaşa təsir edir.